Salam dostlar, necəsiniz? Dünən axşam mən danışanda, bugünün səhər-səhərdir. Yəni artıq analizlərimi vermişdim, bəzi analizlərimi. İndi məndə də plus minus 20 pips bilirsiniz. Yəni M1'dir bu. Qısım 5090 demişdim. 5092'den düşdü. Sonra 5100 demişdim. 5100 buradır. Burada 5108'də mənim tələbələrim də girişin gözlüydü. Çünki bizim apardığımız analizə görə artıq qrafik istiqamətini dəyişmişdi. 5100'də yox, 5108'də düşüş verəcəkdi. Ona görə bax burada düşüşün verdi mi 5090 və 5100 arası. Buradan düşüşün verdi mi? Gözü bura ucu həll olundu, istiqamət düzəldi. İndi isə çünki bu niyə çəkmişəm? Deyəcəz ki 5100, yəni 5100 sən burada 5100 deyirdin. Burada bazarın istiqaməti dəyişdi və bazarın istiqaməti getdikcə bu istiqamətdə artıq bazar bu hissədən bazar istiqaməti dəyişmişdi deyənə artıq bizim burada 5108'dən düşüşü gözləyirdilər. 5100'dən yox, 5108'dən artıq düşüşümüzü gözləyirdik. Baba bu hissə var ya, bu hissə toxunan da 5090, baba hardasa belə də 5109. Bax bu hissədən ucu artıq biz düşüşümüzü gözləyirdik. Bu hissədə. İndi bəzi edici qırmızı şamda və sarı qırmızı şamda tələbələr bilir hamısı da biz. Çünki 1% insanların apardığı analizdir məndə. Görsənməyən səviyyələrdir. Gəl hər dəfə yəni yanvar ayından mən artıq başlamışam öz yəni üsulumu öyrətməyə tələbələrə və tələbələr görür ki yanvar ayından bəri başladım. Yəni tələbələr də hamısı görür ki ilk maksimumunu vurduqda hər bir ilk maksimumunda onlar artıq əməliyyatlarına girmiş olurlar. Fərq eləmir ki şam fitlatdı, atmadı. Fikir ver 5090 demişəm, 5090'dan artıq onlar sellərdə oturub 40 pips stopuna belə deyim. Sonra hərəkət elədi. Bazar istiqamətinin bu hissədə istiqamətini dəyişir. Siz bilmirsiniz niyə dəyişir, nə üçün dəyişir və burada artıq 5100'də yox, sizin üçün işarə qoymuşdum. Yaxşıdırım. 5100'də yox, artıq 5108-109'larda sellərdə otururlar. Yəni bu da mənim fikrimdə çox əla bir nəticədir. Əla, super nəticədir. Çünki bunu hər adam bacarmır ki, harasa nöqtə atışlarını atsın və müəyyən bir istiqamətdə yerləri təyin eləsin. O hər adam bacara bilmir. Onu yadda saxlayın. Fərq yoxdur burada 5 ilsə, 3 ilsə. Bir indikator istifadə olunmur. Yəni şəxsi analiz üsullarından aparılır və s. Kimin fikri varsa yaza bilər. Kimin fikri yoxdursa özünüz yəni like vura bilərsiniz. Hələlik dostlar, gələn videolara qədər çox sevindirici bir haldır ki, bu günləri də artıq hər dəfə ilk yeniliyin vurduqda tələbələr bir yandan sevinir ki, onlar bunu ilk yeniliyin görürlər yerin və əvvəlcədən qiymət. Təsəvvürün ki, buranı keçsə, siz bilmirsiniz ki, burada nə ilə üzləşə bilər, hardan düşə bilər. Biz artıq burada onun düşə biləcəyi 2 yeri də görürük. Amma siz bunu görmürsünüz. Səbəb çünki bunu 1% insanlar bilir. Mənim üçün fərq eləmək istəyirsiniz, inanın, istəyirsiniz, inanmayın. Mənim üçün böyük bir fərq yoxdur. Yenə deyirəm, mənə ehtiyac yoxdur ki, nəsə yəni insanlara görsədim, sübut edeyim. Mən indiyənəcə heç bir tələbə balans görsətməmişəm. Artıq onlar özləri eləyir, özləri qazanır. Çünki üsulların necə saat kimi işlədiyinə və nə cür bazarda görsənən və görsənməyən yerlərin necə təyin olunmasına, bəzən sifariş blokundan əlavə nələrə fikir verməsinə, hamısını artıq onlar görürlər. Və ən əsas bir üsul da var ki, ən əsas onu mən inşallah gələn ilin yanvarında deyəcəm. Ancaq tələbələrimə, hansı tələbələr onlar deyiləcək,
3 ay ərzində mənim tələbəm olan insanlaram. Çünki nöqtə atış 3 cürdür, onun bir cürün bilirlər. İkinci cürü artıq beləncə bir üsuldur, ikinci cürdür nöqtə atış. Üçüncü cür onu isə inşallah gələn yanvar ayında deyəcəm onu tələbələrə. Kim ki indidən yanvarda, fevralda, martda mənə tələbəm olacaq, ancaq onlar siyahı tutulacaq, ancaq onlara o sir deyiləcək. O sirlə onların bacarığını əvvəlcədən gedişatda təqribən nə qədərə kimi gələ bilər, sir olaraq onu saxlayır. Təqribən harda güclü düşüş və zəif düşüşlər ola bilər. O nöqtə atış bir balaca başqa üsuldur. Hələlik dostlar, gələn videolara gedər like vurun, bölüşün videonu, paylaşın. Onsuz da bölüşən deyilsiniz, mən bilirəm.